Necə deyin elə 3, 2, 1 efirdəyik. Bəli, efirdəyik əziz tamaşaçılar, belə hər birinizi salamlayırıq. Həmişə olduğu kimi bugün də gəlib çıxmışıq sizə. Nə var nə yoxu elə bax buradan Samuqdan deyəcəyik. Bəli, dəyərli dostlarımız, mən elə Səmən nənəni götürdüm birbaşa Bakıdan gəldim gözəl bir diyara. Qərb bölgəsinə, Samux rayonuna. Amma təbii ki, Samux rayonunda özünə məxsus gözəlliyi var. Bu da Lalədir, Müğənni Lalə xanımdır. Biz elə telefona çaq, elə. Olur da. Aş görək nə deyir Lalə Lalə? xanım, buyur. Biz elə Samuğun girəcəyində, elə burada yazılır Samux rayonu. Bəli. Bəli. Ay Lalə, nənən qurban gəlirsənmi? Səmənlərə, mənim gözəl nənəm, sənin köhnə tanırsan gəlir. O sənə qurban oğlum, gəl Lalə nənən xanım, qurban başlamışsın. Özə deyim ki, efirdəsiz, səsində bütün efir eşitdi. Efirdəsiz. Hə. Ya, elə belə qəşəng danışmısınız. Narahat olma. Hə, hər nənən şey qurban. yaxşıdır. Xoş gəlmisiniz. Siz də gəlin. Elə biz də gəlmişik. Gəlin gözləyirik. Bəli, dəyərli dostlarımız, biz Samuqdayıq. Elə Səmən nənənin nə var nə yox deyib gəldik birbaşa gözəl bir rayona. İndi müğənnilərimiz də gəlir, Lalə xanım da gəlir, anası da gəlir. Nənən qurban. Keçən dəfə salam əleykum. Hamıcağız bizi tanıyır, hamı Bəli, görür, deyir ki, elə eminlə nərəcəz, hər yeri gəzir, hər yerdən də nə var nə Mənə yox gözümə deyirlər. bir şey dəydi. Ay maşallah, bu zinət əşyası təsəddürmü ay nənə? Nənən qurban. Sözün düzü, Aha. bunu keçən dəfə ma Cavad Rəcəbov dedi ki, sənə bir dənə sırğa almışam. Ruslan gəl biraz yaxından bax, gəl gör. Hə, Bax, bu görsün dedi də. sana bir Cavad Rəcəbov dedi, ay nənə, sana bir sırğa almışam. Dedim gətirdən ha, elə ha bugün gətirərəm, sabah gətirərəm, bugün gətirərəm, sabah gətirərəm. Elə Bakıya gəlmişdi qonaq, elə onu gətirdi, bana verdi. Siz tamaşaçılar və sizin heç birinizin xəbəriniz yoxdur. Bugün çox gözəl əhval-ruhiyyəmiz var. Niyə görə? Həm də bu balamın bugün doğum günüdür da. Gəlmişəm onu təbrik eləyin. Sən təbrik edirəm nənəm Çox qurban sağ ol. gömlə. Oy, bəli, bugün mənim Sağ ad ol. günümdür və Səmən nənə də kollektivdə təbrik elədi. Məsələn, TikTok, Instagram vasitəsilə nənə özüm məsələn təbriklər dayanmır. Tanınmış müğənnilər, dostlarım, televiziya adamları, digər idmançılar, bütün həyatda dost bildiyim adamlar, xanımlar, bəylər. Hər birinizə minnətdaram ki, bizi nə yaxşı belə deyək, Allah sizi hamısını tanıdım. canını Bəli, sağ var olsun. eləsin. Nə Bana yaxşı da varsınız. yazırlar, bana Bəli, yazırlar. Niye emin elim telefon açmır? Ne kadar telefon açsın? Əziz tamaşaçılar, bu dəfə də sizə keçən dəfəki kimi gəlmişdik ana Samuğa. Bəli. Keçən dəfəkindən fərqli olaraq başqa bir qonaqlarımızla, bəli, başqa bəli. bir abu havayla sizdən görüşəcəyik. Beləliklə ekrandan qırağa çəkilməyin. Kanalı Biz dəyişməyin. hardayıq? Samuqda. Samuqda. Yayılıb səsin sorağın, hər yerdən gəlir qonağın. Gül çiçəkdir solun sağın, bəzənib Samuq şəhəri. Yayılıb səsin sorağın, hər yerdən gəlir qonağın. Gül çiçəkdir solun sağın, bəzənib Samuq şəhəri. Nə gözəldir güllü yazın, səsi gəlsin telli sazın. Nə gözəldir güllü yazın, səsi gəlsin telli sazın. Sən mənim dal ulduzum, gözəldir Samuq şəhərim. Göydə parlayan ulduzum, gözəldir Samuq şəhərim. Vuran ürəyim, doğma diyarım, gözəl vətənim, Samuq şəhərim. Vuran ürəyim, doğma diyarım, gözəl vətənim, Samuq şəhərim. Samux şəhərindən mərkəzdəyik nənə. Gəldik gözəl bir ki. diyara, Samuğa. Axır ki geldik çattık deyirəm nenen qurban. Ne güzel insanlar var burada. Respublikanın her bir tarafında güzel insanlar var. Ama Samuğa gələndə əziz tamaşaçılar, bizi belə çok güzel belə abu havayla karşılayan dostlarımız oldu burada. Əziz tamaşaçılar, bugün seninle bir yerde Samuqda sülfürlü yiyəcəyik yoxsa Aa, yeməyəcəyik? nələr var, nələr. Bax. Bu hamısı sürprizdir. Aa. Samux macerasının gəlin elə hər kəs diqqətlə bizi izləsin ki, bu Samuqda nələr baş verəcək. Qonaqlarım kimlərdir? Yəni təbii ki, bunu gedişata biləcəksiniz, amma bizi Aa. izləyin.
bizimlə bir yerdə olan nəğməli qonaqlarımız var. Aynen qurban ol xarici yekə maşınla gələn Bəli. Lalədir Özü hə. də brenddir, avtomobil də brenddir. Bax, Amma bax. Lalə xanım tək gəlməyib da. Hə. Dostlarla bir yerdə, sənətkarla bir yerdə gəlib. Mənə söz vermişdi. Gəlir. Bəli, bəli, bəli. Təqdim edək bəlkə. Gəlsinlər. Ay Lalə. Lalə Əlizadə və onun gözəl dəyərli anası. Qadan alım. Ay bacı sənə qurban olum. Ağız deyir gidin özünü adını eşit belə. Bəli, bizim sənətkarımız Ayna xanım, Ay, xoş Lalə. gəlmisiniz Ayna xanım və bizim gözəl el məclisənin və tədbirlərin xına yaxdı aparıcısı. Xanım xatın adınız deyin görək. Sevinç xanım. Sevinç. Sevinç xanım sevgi günlərdə görüşək. Düzdür? Samuğa xoş gəlmişik. Xoş gördük. Təşəkkür edirəm. Dəvətin üçün çox sağ ol Emin. TikTok'u açıram Ayna xanım mahnıları. Səsi canlı. Televizyonu açıram maşallah. Elə mən də sevinirəm ki, özümün doğulduğum yerə biz gedirik. Hə, Samuğa. Doğulduğum yerə Eldara Poliya. Bəli. Və Amma Poli kəndinə. Samuğu gəzirik. O heç, bu Ondan da sonra bizim rayonumuzdur. Bəli. Ümumi Samux günü-gündən Lap gözəlləşir axı, Bəli, abadlaşır. Yeni parklar, asfaltlar, küçələr Həqiqətən çox gözəldir, çox. səhlənib, abadlaşıb, gözəlləşib. Samux sakinlərinin dilindən deyirəm ki, Samux günbəgün yeniləşir, Bəli, gözəlləşir, bəli, abadlaşır. Çox gözəldir. Bəli, xoşuma gəldi. Bu Samığı gözəlləşdirən də Allah canına sağlıq versin. Bəli. Millətimiz sağ olsun. Bax belə bütün incə sənət işçilərimiz sağ olsun. Amin. Gəlib burada amin. çəkiliş elədiyinizə görə sizə təşəkkür eləyirəm. Sizi də yad etdik. Sən də qonaq Öz yazın. gəldiyin Bəli, üçün sağ ol. Bəli, Mən də bəli. qonaq deməzdim. Mən burada böyümüşəm. İndi ana kəndimə gedirik Bəli. də. Ana 16 kənd. yaşından 16 yaşından kənddən çıxıb Gəncəyə köçüb. Amma yenə də ruhan, qəlban olaraq Samux. qəlbi orada qal. Bu arada Sevinç xanım da bizə yad insan deyil, illərin dostudur. O qədər mənə doğmadır, əzizdir ki, yəni deyirdin ey dost. Bəli. Mən 3 dostum varsa da biri Sevinç xanımdır. Deyirəm ay Sevinç xanım. Biri Sevinç xanım, bir də Günay Reyhan. Qız ha vaxtdandı 16 yaşından Eldorado'dan çıxandı da na. Deyirəm elə sən xına yaxdı kimi bir yaxşı mağazalı ilə xına yaxdı mağazası ilə qız aparaq evinə. O da olar, laf yaxşı olar. Amma bir şey deyim ki, doğrudan da biz hər zaman öz doğma dostlarımızı dəvət edirik. Bu gün də mənim doğma insanlardır. Sevinç xanım təbii ki, Lalə xanımın ağzından düşmüsünüz maşallah. Amma dedim ki, ay Lalə xanım, əgər o sənə dostluğa sadiqsə, layiqsə, özünlə gətir gəl. Niyə də olmasın? Təşəkkür edirik. Lalə xanım əlbəttə ki, mənim illərimin dostudur. Mən ona həmişə mənim balaca bacım deyirəm. Maşallah, Lalə xanımın belə gözəl bir ana dünyaya gətiribdi. Bəli. Səsinlə, avazınla, insaniyyətliyi tərbiyəsi ilə, inanın ki, bəli. yəni yanındayam deyə demirəm bunu. Tanıyanların hər biri bilir ki, Ayna xanım necə anadır. Necə xanımdır, necə xanəndədir. Siz də var olun. Verilişiniz həmişə gözəl olub. İnanıram ki, həmişə qonaqlarınız o gözəl olduğu kimi yenə də gözəldir. Eləmi? Bəli. Hər şey Ay, yapılır. Emin. Əsasında səmimiyyət var, səmimiyyət var. Ay Lalə, kuzu kəsim sənə. Mən bir dənə söz demək istəyirəm. Ay Əli, operatorlarımız eşidirsiniz. Mən bir dənə söz demək istəyirəm. Bax bu Ayna xanımla bizim elə yaşımız demək olar ki eynidir dana. Ay sən niyə bu belə qəşəng gözəl geyinir, keçinir, cavan qız oxşur? Məni niyə belə qocarvat kimi geyindirirsən ki Hər sən? zaman gözəl. Sən Mən də sənin gedib öz geyinəcəm. geyinişin var. Qızı var. Bəli, bəli, Ay bəli. bazı deyir yar Sən yar. belə də yar, gözəlsən, yar, ay sən məsələsi. mənə. Sən də belə gözəlsən. Bəlkə sənin Qırmızı xüsusi qırmızılı, imizdir bəli. bu, xüsusi. Hə, görüb ağız. 5 manat, 3 manat verib paltar almağım dərdinə sənin deyil, xüsusi qiymətindir, Mən də sənin belə geyimin göz gözü. Görürsən. Biz folklorumuzdan geyindirib bilib Bəli. ki, Xına evi bugün burdadır. Xına folklorumuz olduğuna görə siz də folklorumuzdan olan gözəl bir milli el adətindən Milli geyindirilir. paltar Bu arada deyərdim. geyinmişsən də ta. Hə, bu Bu deyir mən axı, al Birini də senin mən samurdur hədiyyə da. edərəm, Ha, deyin, bax, birini də bax, mən hədiyyə sevirək edərəm. hədiyyəni. Bəli. Mən əslində bu gün hədiyyəm mənə düşür. Bu gün mənim ad günümdür Lalə xanım, bilirsən də. Bəli, bəli, bilirəm. Mən təbrik eləyirəm ürəkdən. minnətdaram. Sağ can sağlıq arzulayıram. Belə Allah can sağlığından ömrünü versin. Çox sağ ol. Xata baladan uzaq ol. Ayrı Çox nə sağ ol. deyim? Var olun və var olsun dostlar. Bugün hardayıq, nə var nə yox deyib Samuğa gəldik, Samuqda. Bəli, bizi izləyin. Samuq gözəlləşən, abadlaşan və dəyişən gözəl bir vətənə diyara gəldik. Bizi izləyin.
avtomobillə gedirəm. Mən isə bu dostlarla Eldara birbaşa gedirik. Yolcu yolda gəlir. Samuğun hər yandan gəlir sorağı. Var git qəhrəman Erdoğulları. Samuğun hər yandan gəlir sorağı. Var git qəhrəman Erdoğulları. Kimisi qürbətdə, kimisi vətəndə. Yaşadır adını nabağalılar. Oxunur adına gözəl mahnılar. Bəli, gəldik satdıq Eldar mahnı. Rüşüm müəllim, Eldar mahnı neçə kəndi var? Eldar mahalında 5 kənd var. Hal-hazırda Samux rayon Poylu kəndindəyik. Salahlı kəndidir, Qarabağlı, Kəsəmən, Burunqovaq kəndlərindən ibarətdir Eldar mahalı. Kimin evinə qonaq gəlmişik? İsmailov Nəsib, bu kəndin ağsaqqalı, ziyalısı, Hörmətli bir ailədir. hörmətli bir ailəyə bu gün qonaq gəlmişik. İndi mənim maraqlı ki, o qonaqlarımı bildimi? Əsas bu eldə obada doğulan bir insan, bir sənətkarın duyğulu anları, Aynə xanım nə hisslər keçirir? Mən həm həyəcanlıyam, həm sevinçliyəm. O qədər sevinirəm ki, mənim ana kəndim qonaq gəldiyim qonaqçılarımız çoxdur. Yaxşı, gözəl bir ailədə qonağıq. Bugün elə xoşbəxtəm ki, sanki qanadlı quşam. Elə bil ki, anamdan indicə doğulmuşam. Bugün mən bilmirəm ki, nədir qüssə, nədir qəm. Bugün mən bilmirəm, nədir qüssə, nədir qəm. Ay əmin, elə bil ki, vallahi anamdan indicə doğulmuşam. Aman, 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 ay canım, aman ey. Allah səni var eləsin. Gəldim ruhum biraz həmi dincəldi. Həm uşaqlıq illərim qayıtdı dala. Bax, bu kəndi mən həmişə gəzmişəm. Həmişə hər yerə getmişəm, gəzmişəm. Biraz fikrim getdi. Uşaqlıq xatirələrini silinmir. Uşaqlıq çağlarımı. Bəli, uşaqlıq çağlarını. Ha, Rövşən müəllim, uşaqlıq çağları, uşaqlıq xatirələr silinmir. Gəlin görək. Rövşən müəllim sağ olsun gözəl bir ailəni, bir ziyalı bir ailəyə qonaq aparır. Amma mən də təbii ki, əli boş getmirəm də müəllim. Mən də nəğməli qonaqlarıma gedirəm. Ay sən mənlə nə? Səsin çıxmır. Maşallah qızlar yana cavanlaşıb. Nənən qurban. Nənən qurban. Kişi keçib durub sənin yanında bayaqdan onunla bir qəşəng ixtilat elədik. Hə. Siz orada o kişilərlə gedib danışanda biz vuran biraz ixtilat elədik, danışdıq. Bir də yolda gəlirəm, Ayna bacı deyir, ey ay səməni, baxıram bura nələr yadıma düşür, hara gedirəm, ey uzaqlar dedim ay qız, mana bax. Onların hamısını qoydular, həyat qabaqdadır. Gəl gedək həmin illəri bir də yaşa. Hə, bir də yaşa da. Bu vaxtdaşından indi kənd çox dəyişili var, Çox, çox abadlaşıb. çox dəyişibdir. İnsanlar da müasirləşir. Bəli, yollar Hə. dəyişir. Vallah canına sağlıq versin. Vallah qabaq gələnmirdik, daşlı kəsəli. İndi qəşəng asfaltdır, rahat gəldik, Şəhərdən rahat çox, 20 gedirik. dəqiqəlik yolu. Allah Asfalt təala elə bir yenə şəhərin deyirəm, içindən o bir başda qəsəbə getsən. oturanlara can sağlığı versin. Amin, Onları amin. qorusun. Amin. Gözəl məmurlar qorusun. Buyur Ay, Aynə. Mən nə demək istəyirəm? Başa düşdüm də ana. Ayna burada olub, burada böyüyüb. Bu kənddə doğulub. Bu Eldar kənddə mahalı, doğulub. bəli. Ay, bu hardandır? Bu şəhərdə Burada doğulub. Başa düşürəm, heç bir sual vermək istəyirəm. Ağız sən də gətirirdinmi bura yoxsa yalan? Yox, Sən mən qız şəhər çox gəl- qızısan da ana. Yo, mən çox gəlmişəm. Bəyə xanımlar var idi. Deyir, yadına gəlir, Layla uşaq vaxtı çox oynamışıq. Arada sırada məni gətirirdi. Yay tətillərində. Gözü biraz yaşlanı var. Yay Kövrəli. amma çox sağ olsunlar. Eldar cəmaatı o qədər gözəl Qonaqpərvər, insanlardır. Allaha and olsun. Qonaqpərvər. Yazırlar Instagramda, TikTokda efirlərə dəvət alıram. Hamısı yazır ki, biz fəxr eləyirik ki, bizim elimizdən, obamızdan. Deyirəm mən Gəncəliyim. Ev yox, elə bir tərəfimdə Bəli, Eldar. kəndə Samux yaxındır, hə. Sən Siz şəhər get. qızı olmusan da ana dayından. Qurban, bəli. Siz bir də Ruslandan biri bura gəlsin, bura siz içəri daxil olun. Burada 2 dənə gözəl gələcəyin əskəri, igidlərini görürəm. Ay, Eldar mahalın gəncləri, gəlin görüm, hana qaçsa, mən sizin yanınıza gəlim, gəlin görüm bura. Burada oturursun, mən də otururam. Gəlin oturun görək. Nə arası, nə iş görürsünüz, deyin görüm. Adın nədir? Kənan, Kənan, sənin adın nədir bə? mətləb. Mətləb Kənan. Neçə yaşın var? Mənim 12. 11 yaşım var. Nə, oxuyursunuz da? Hansı fənni daha yaxşı oxuyursunuz? Nə bilim, Mükəmməl bilirsən. Riyaziyyat, az dil ədəbiyyat, hansını? texnologiyanı yaxşı. Texnologiya, ha. Gələcək nə olacaqsan? Mühəndis? Baytar olmaq istəyirəm. Ha, baytar. Texnologiya, ha, baytar ala. Nə isə. Yenə seçim sənindir. Sən bə? Riyaziyyat. Yaxşı bilirsən. Və gələcək nə olmazsa? Müəllim? Şey,
Baytar. Baytar. Deyən baytarda pul var ha. Bu ateşkə kimindir de görək uzun qulaq. Sən sağırsan yoxsa yox? Yok bizim değil. Bizim benim çoban dostum var. He. O andır. Sürmezsin. Hə. Sürek. Gel. Hətta Atı sürənləri qatın qatarğanı Hə. atı olmaz. Yox, onlar qoyun qatarğasını mən taxım ondan sonra. Deyən görək. Aha. Ya birinci şey sürsən. Birinci uzun qulağa minək. Olar. Niyə də olmasın? Gör də gör özümü xoşbaxt edirəmmi? Yox, qalma. Vurum eləmir ki? Yox, rahat işləkdir. Deyir. Oy. Eşeğe tersine minəndə bəxt asılır. İndi mən belə tərs minmədim, düz mindim. Ki biz düzgün yollayaq. Hə. Ay belə yaxşı baxmazlar, deyirlər ki, uşaq gör bunu. Hə. Dostlar, Eldar mahallayıq. Bunun özü bir maraqlı insana an yaşadır. Uzun qulağa mən əziyyət vermək istəmirəm, amma minməmişdim. Dedim ki, Eldar mahalına gedəm, uzun qulağa minəm. Ta bəsdir. Saxla dostum, saxla. Gözəl. Bu anı yaşadım. Bu anı yaşadım. Hə, mənim gözəl uzun qulaq dostum. İndi deyirəm ay Kənan. Mətləb. Mətləbinə sırasan inşallah. Bu nə gözəl bağlıdır. Bəh, bəh. Ərikdir burada, elə? Ha. Əri yağası. Ərikdir qardaş. Və gətirib yoxsa yox? Gətirib. Hanı? Ay canay, hə. Dostlar nülvəli eləyək ərikdən. Verərəm, gətirim sizə. Ha. Bu apesiranı vereyim. Bəh, bəh. Ruslan çək əliyə də mən əliyi verim. Nülvəli eləyək. Daha bəxsim. Şahlara ver. İndi ata necə minəcək? Bəlkə ata siz minəsiz? Ata minin bir çapında, bir çıxaq oraya çölə qırağa. Mehribanım bozat şəhərim, çox uzaq deyil mənim səfərim. Köhnə atlarım, bulub kəsaranı qoy, arabanı kəndə çalsın. Dağda yenə dönək, düzdə selə dönək, gözlər bana, köylə atlar. İndi bizi nələr gözləyir? Burada bəli, çox maraqlı Samığın tarixi ilə bağlı, ənənələrinlə, mədəniyyətindən, insanlarla, ziyalılarla görüş gözləyir. Çox maraqlı olacaq. İsmailovlar ailəsində qonaqsınız bugün. Xoş gəlmisiniz deyirik hər birinizə. Çox sağ ol. Sən mənlə səyd olacaq, sülfü olacaq da. Bəli, bəli. Samığa gələsən sülfülü. Onu gedək də. Görəsən mən bir qapını döyək də bir. Ay eviyəsi. Ha, bizi gözlədilər. Gəlin görə, gəlin bir keçək. Sağ olun. Salamlayırıq Sabahtan hər sizi kəsi. gözləyirik. Ay müəllim, Samuqdan bura düzə indi rahatdır, amma indi biraz dayandıq. Sərkala getdik, Yürəşə mənlə bir Uzaq yerdə. olsun, ürəyimiz Necəsiz, nə yaxındır. var? Tez gəlin. O illərin dostu. Tarih müəllim, necəsiz? Kimləri görürəm? Gözəl oğlan. Gözəl sürpriz oldu ha bizim üçün də. Çox sağ olun. Gözəl. Həmişə bu evə. Ensiklopediyamızdır. Bəli, bəli. Həmişə bu evə elə o buya xeyir işlərə gələk. Çox sağ olun. Müəllim. Bu Eldar mahalı doğrudan da yetişdiriblər. Torpağı bərəkətlidir. İnsanlara qonaqpərvər. Bugün bizim sevincimizin həddi hüdudu yoxdur. Biz də sevinirik sizi gördük. Azərbaycanın uzaq nöqtəsinə, Samux rayonunun ən gözəl yerlərindən birinə, Gürcüstanla sərhəddə olan Eldar mahalı. Eldar mahalına təşrif buyurursunuz. Müəllimlərin sayəsində. Bəli, Rövşən Müəllimin müəllim. ocağında qonaqsınız. Bəli. Qonaq bölü artıq özümüzü doğmalaşdıq. Bəli, O sizdə o istiqanlıq, səmiyyət var da. İndi deyir süfrə bizi gözləyir. Çay süfrəsi, samavar və sülfülü nələr olur, nələr. Mənim ədəbiyyat müəllimim olubdu. Çox Hə. gözəl savadlı. Çox gözəl bizə dərs keçib. Mən onun əlində puxtələşdim və incə sənətə getdim, qəbul oldum. Müəllimin bəhləsi də var. Müəllim. Sizin çox bəhləniz var ha. Çox gənclərimiz var ki, bu gün artıq Sizin xeyirxahlığınızın vaxt biri də odur ki, məni Ayna xanım bacımdan görüşdünüz. İllər öncə. Tanıyırdınız, indi artıq yenidən bir mənim yerdə. şagirdim oldu. İndi gedək indi oturalım. Bu kişinin evində qonaq olmuşuq Gəlin, da. xoş gəlibsiniz. Xoş gördük. Həmişə siz Maşallah. Şaxlar, böyüklər, kiçiklər, hətta musiqisi də var qardaş. Xoş gəldi, bir görüşək görək. Adınız? Hikmət. Hə, həmişə belə kişindən uğurlar arzu edirəm. Dedilər ki,
çəkiliş var, elə toy düyün olacaq. Maşallah elimiz günümüz həmişə vaxt belə şənlikli olsun, Bəli, Eldar musiqili olsun. Amma musiqilə Sağ nə ol. arzuluyur? Toy. Toy, xeyir iş, Xeyir iş, şənlik bəli. arzulayır. Buna yaraşır bizə. Lalə, yaxşı da ha belə ev. Rahatdır. Rahat. Hər şey. Nələr yoxdur. İndi hamı yığılıb samavarın başına. Amma samavarı bir nəfər hazırlayır da, düzdürmü? O da oğlan qardaşımız, dostumuz. Qardaş, gəl Lalə, gəl. Samavarı sən hazırladın? Hə, mən hazırlamışam. Adın nədir? İsmail. İsmail. Amma hamı yığılışıb elə bir sanki ondan hazırlayır. Elədir də, hər şey hazır olanda hamı yığılışır başına. Gördünüz? Ona görə xanımın adını nədir? Sən. Mənim qızım. Şahım, Allah salasın. ol. Və bilirsiniz də biz bugün gələcəyik. Hə. Amma tək gəlməmişlər, əli boş. Hanı sən məndən nə? Layla xanımya görə qonaqların bir yerə gətir. Sən məndən nə gəzdireyim maşallah. Bağı o qədər yekər ki, maraqlı. İnsan elə sevinç xanım. Gəl. Çox gözəl. Yeni dostlar qazandıq ha, yeni dostlar. Bəli. İndi bu xanım da çay sürdü. Qardaş hazırladı, çayı da xanımdan hazır. Düzdür? Hə. Samavar çayı, pürəngi çay, bəh. Gözəl. Nizat bəyin xalası oldu, bizim qardaşımız. Özü tanışlıq verdi. Amma sizi hər kəs tanısın, tək mən yox. Adınız? Talih. Talih. Bilirəm, ev sahibinin kürəkəni, istəkli oğlu, kürəkəni. Kürəkən yox, oğul. Qılışın amanı yox. Sağ ol, sağ ol, yaxşı. Erlər mahalına gələn ayrılmaq istəmir. Bu nə məsələdir? Möcüzədir də bura. Buranın öz gözəlliyi var da Eldar. Havası, insanları. Təmiz havası var. Qonaqçıl insanları var. Əlbəttə, qonaqpərvərlik hiss olunur. Bax, belə durublar. Nağarlar bunlar. Adın nədir? Zəhra. Sevgi. Elmira. Elmira. İndi görüm. Biz gəlmişik. Niyə gəlmişik? Çəkimə. Çəkişə görə gəlmişik. Biz sizi görməyə gəlmişik da. Boş yerə çəkiş yoxdur axı. Sən mənim nənə yenə bağda maşallah. Ay nənə, məndən ayrı düşdün. Bilirəm, sən bax, ağac gül çiçəyi sevirsən. Gəlirsən, ey nənəyə bax. Bizim nənəmiz tanısınız mı? Gəlin. Nənə, nəvələri görə ya nənə. Nərən qurban nəvələrlə bir yerdə bayaq görüşdüm. Ay, deyirəm hər şey təbii. İndi cənəm göylərin dadına baxıram biz tamaşaçılar. Bəh. Çox gözəl. Bu balalarım, mən bunlarla görüşdüm maşallah. Suyu şirin. Nənəyə şeir dediniz? Deyin görüm şeir. Bilmirsən şeir? Ay, nənəni səni görüb həmişə televizorda görürlər də, indi burada görüb uşaqlar çaşıblar, bilmirlər. Harda neçənci sinifdə oxuyursan, nənə qurban? Ay, bəs sən? Birinci. Şeir öyrətmirlər sizə? 5-də, Şeir bilmirsən sən? Bilirsən axı, Azərbaycan şeiri, Samux şeiri nə gəldi? Ana şeiri. De görüm, bax belə də dur. Aha. Gəl ayaz günləri, irin əziz günləri, dağda əlit qarları, bağda əlit qarları, çaylar olsun, sel olsun, taxıllar tel-tel olsun, ağaclar çay arsın, yarpağı ləçək-ləçək, gəl ayaz günləri, irin əziz günləri. Bəli. Yay gəlsin, biz də gələk, ağaca çiçək alsın, gül çiçək alsın, elə? Adı gözəlim. Sevgi. Sevgi. Zəhra. Maşallah. Şirəmə babaların gözəlləridir. Ay maşallah. Amma bu xanım deyir ki, mən rəqs edəcəm deyir. Şeiri bilmirəm, mən rəqs edəcəm deyir. Lalə xanım deyir, oxusun, mən də rəqs edəcəm, elə? Nənə ilə bir yerdə oynayarıq, nənə qurban. Bəli. Gəl. İndi bizi izləməkdə qalın. Çox gözəl proqram olacaq. Biz də oturaq çay süfrəsində bir gözəl çay içək, samavar. Savab qazandın ha, Bəli, Emin. samavar. O qədər bugün xoşbəxt özü müəllimi də orada söhbət eləyir müəllimlə. Ayrılmaq istəmir müəllimdən. Bəli. Hələ biz də bunlardan ayrılmaq istəmirik. Belə insanlardan ayrılmaq olar. Xeyr. Bizi izləməkdə qalın. Mən Samux rayonu Kəsəmən kənd sakini Bağırov Tahir Qasımoğlu 79 yaşın içindəyəm. Çox rəhbərlər görmüşəm. Ancaq 2023-cü il 27 oktyabr tarixdə rayonumuza Firdovsi Əliyev yoldaş icra başçısı təyin olundu. Onu rayonda icra hakimiyyətində 45 nəfərlik zalda mən də dəvət olunmuşdum. Onu dəvətini qəbul elədik. Ona suallar verdik. İlk sualı mən verdim. Cənab başçı həmən gündən rayonda bütün hər yerdə işi qaydasında apardığına görə çox gözəl
nəticə əldə olmuşdu. Rayonumuzun hər bir küçəsinə, yollarına yeni don geyindirmişdi. Rayon əhalisindən harda görüşəndə xoş mehribancasına görüşür, yanına nədən ötürü gedən insanlar varsa onların hər birini razı yola salır. Bu gün də öz qaydasında rayonda quruculuq işləri davam eləyir. Yenilik var, indən sonra da olacaqdır. Mən insanlara münasibətinə görə Firdevsi müəllimə Samux cəmaatının salamlarını çatdırıram. Allah ona kömək olsun, işi avand olsun. Hamımızın arzumuz odur ki, rayonumuz daha gözəl olsun. Bilirik ki, bu gedişlə bilirik ki, doğrudan da rayonumuzdakı yeniliklər təkrar olacaq. Hə, nano, niyə ora bula baxsan? Nəsə gözün Aynen. Yok aynen kurban. Ben sen diyirdin bize sülfülü şey. Hə də sülfülü hazırlar. Bax, orada gözəl qoçaq analar, nənələr var, tutun bax. Bizdən qıraqdadılar ki. Ne dedim ki ben bir kəlmə söz dedim. Gedək həm xanımlar tanıyaq, gözəl analar, nənələr tanıyaq. Həm də bir örgənək bura. Məsələn, sülfülü biz Zakatalar Balakəndə də yemişdik, amma bu Samurun sülfülüsü başqadır. Düzdürmü? Ay yorulmayasın. Daha gözəl xanımlar. Sağ olun, xoş gəldiniz. Adımız Sinəzər Bənövşə. Bənövşə xanım, yorulmayasın, bərəkətli olsun. Deyin görün bu sülhülü necə bir sülhülü olacaq, necə bir dadlı olacaq. Dadlı. Tərkibində Bu nə bir var? qaxasla olur o qışda. İndi Amma daha bugün olacaq yazdır. yayda. Təpə kişmiş içində hər şeyi. Nənə pişirə bilərsən bunları Ay qoşulub. geçmişin arvatları diye eller görsem bir buna bak. 5 dəqiqənin içinde. Bəli. Allah bol eylesin, bol Allah eylesin. köməyiniz olsun. Sülhülü başqa nə olacaq ay nənə? Elə bir sülhülü. Yox. Çolpa, kənd çolpası. Sen de yiyen adamlar kim aynen kurban. Başka ne olacak, başka ne olacak. Mətbəxdən hep kazanı qoydular. Qaynayır su. İndi birazdan onu salacaqlar pişməyə. Düzün ana. Deyə görüm neçə nəticə var. Mənimmi? Heç yadımdan çıxıb. Ay maşallah, neçə nəvə var ki bu yadından çıxar barvadı. 8 nəvəm var, 3 nəticəm. Ay maşallah. Bəs sizin mən. 10 dənə nəvəm var, nəticəm yoxdur hələ. İnşallah nəticə də olar, kötücə də olar inşallah. Gözəl Nurani nənəsiz. Kimə salam göndərək bu Samuqdan, Eldar mahalından? Kimə salam göndərsiniz? Nə bilim, kim istəyir bizə, kim baxır onların hamısına. Yoldaşınız var da? Var. Sizdə var? Yox. Allah rəhmət eləsin. Neren kurban, böyün nəvəsini gətirmişəm. Bax, hamısı bizi çəkir, hamı bizi çəkir. Nənə nətər nənədir, qoçaq nənədir? Yaxşı nənədir. Sözə baxın. Nenen Təqaüdünü kurban, sən alsan mı, yoxsa özü xaşlayır? Biz xarş. siz xəşliyirsiniz, qoymursunuz Ha, arvadı. belə nənəni mən də sevirəm, ay nənə. Bugün o mənim nənəm. Kartını ver mənə, ol mənim nənəm. Rahatsız aparım özümdən. Yox, o hala olur, o nənəni elə Ay bıraxar. emin nenen kurban, deyirəm nənəsini oxşuyur ha. Maşallah, hə. Ağız deyil səni bu sülfülüdən yedizdirə özünə çəkdiribdi. Sən də pişirə bilirsən mi? Bu indikilər heç nə bacarmırlar. Sonra deyirlər nənə potu salır. Ben nə qayrım? Görsən özü deyir ki bilmirəm bacarmırım. Nə qayrım? Elə nənənin qoçaq nəvəsi olar, sən narahat olma. Ay indi Bura Eldar nənələr, mahallı. analar, uşaqları qoymurlar bir iş görməyə. Ay atalar, ay bacılar, ay qardaşlar, ay qoyun xalq özü düzəlsin, öyrənsin. Gedəcək birinin işığını yandıracaqlar, heç olmazsa başınıza qalxın. Hələ buna baxın, bu xanıma bax, məni çəkir. Qoy, çəkirik, bax belə çəkirik. Ay xanım, biz niyə çəkirsiniz? Biz də siz çəkirik da. Sizin qızınızdır. Hə, mənim qızımdır. Allah sağlasın. Qaynanən də. Hə, qaynanamdır. Qaynana deyirsə qaynana. Hə, ana. Anamdır, hə. Doğrudan. Valla. Ay qaynanasıdır yoxsa anası? Deyir anam. Qaynanam idi, anam oldu. Çəkilişə görə deyər abi də. Ya, bu xanımda səmiyyət var. O qapıya düşdüyüm gündən ana Neçə demişəm. övladınız var? 2. Bir qızım, bir oğlum var. Ay maşallah, oğlun hansı var? Oğlum çöldə idi bayaq çəkiliş Hə, elədi. bizə köməkli eləyən açıq. Hə. İndi bax bizi göstərirlər, biz də sizi göstəririk ki, bax bu gün gözəl xanımın evində. Soyadınız nə gedir bu? Kişinin, qaynatanın soyadı nədir? Hüseynov. Hüseynovlar ailəsindəyik, gözəl bir ailədə, Eldar mahallında. Gürcüstanla bir sərhəddəyik. Dostlar, Əli, indi bu xanıma mən telefonu verim, çək bizi. İndi, bilmirəm, siz çəkmirik. Əlləriniz ağrımasın, duzlu, bərəkətli desin barmaqlarınız. İndi, Mətbəxdə hər şey hazırdır da, nə gidiyor o tərəflərə. yox, indi salanda qazana, eləmə ay analar.
gedək də o iş başına gedək də. Boş-boş o mətbəxə nəyə gedək? Suya çökəndə baxarsınız Ay çəkərsiniz. ya bir aləm düzəldib qoyublar bunları da davam eləyəcəklər. Hə, Hazırları getdik. gedək. Hətta bax burada hazırlar var, bax burada. Birini mən götürürəm, birini sən götür. Getdik köməklik edək ev sahibinə. Hə. Gəl görək, bizə bir göstər görək bunu necə bişirirlər, qazana bunu necə salırlar ki, bizə baxaq, öyrənək az da olsa. Hazırdır, qaynamır belə. Yox, su qaynasın ay adət. Aha. Ana deyir ki, tələsməyim. Hə, bu bizim ətimizdir. Bəh, bəh, bəh. Bax bu ətidir. Bu ətidir, elə. Bu isə sülünün qazanda qaynanası suyudur. Hələ bu da kət çolpasıdır. Ay can, gəl çəkin görək. Kəndinə gələrsən. Bəh, bəh. İyi gəl deyir, deyir mən iyiyim. Aynen. Təpə kişisin. Hə, eşdin? Təpək kişisindən. Yəni təbii otlar, bəli. Dağ meşəsidir. Dağdan gətiriblər, tamam. Bu da bunların öz məhsulları, pomidorları, turşuları, bax. Ay maş, soğana bax, göyərtiyə bax. Özləri, öz zəhmətləri, öz əllərindən. İndi birazdan dadına dadacaq. Mətbəxlə tanış olduq. Sülhlü artıq hazırlanır. Düzdür nənə? Nənə də maşallah Sevgi xanımın yanına əyləşib durmaq istəmir. Əyləş, yerin qoru rahat olsun. Məncə bu çay süfrəsində hər şeyimiz var. Hələ xörəklər birazdan gələcək. Nəyimiz satmır? Nəğməli qonaqlar olsun, ifa olmasın. Bu gözəl musiqici, sintezator ifasımız. Bir qardaşım, mən sənətkar işimi atıb gəlmişəm bura ki, Ayna xanım gələcək, Ayna xanım gələcək. Amma oxumurlar. Biz deyib gülməyə gəlmişik, amma oynamağa da gəlmişik. Təşəkkür edirəm. Oxumağa da gəlmişik. Bu səs sistemi üçün, bugünkü günü bizə vaxtınızı ayırdığınız üçün ev sahiblərinə də təşəkkür edirik, qonaqlara da. Və bizim gözəldir dünya mahnımız gəlsin. Sözləri Günay Reyhanın, musiqisi Aşıq musiqisidir. Alqışlar gəlsin və ifanı təqdim edək bu ev sahibinə.
Dostlar, Samux şəhərində görüşlərimiz davam edir. Növbəti görüş yerim gözəl bir ailənin evində qonaq oldum. Və o ailə ki, çox tanınmış, ziyalı, savadlı, dövlətinə, xalqına, ailəsinə xidmət göstərən sevimli bir insan. Gəlay Bayramov, xoş görüşsünüz. Gözəl bizim müəllim, gözəl bir insan, savadlı bir insan. Çünki biz Samuğa gələndə televiziya komandası olaraq hər zaman yad ediləsi insanları yad edirik. Həm dost baxımdan, həm savadlı ziyalı bir baxımdan. İndi qonaq olduq. Təbii ki, çox sağ olun ki, ilk olaraq qapılarını üzümüzə açdınız müəllim. Gəlay müəllimi, salam, xoş gördük. Salamlayıram. Bizim yanımızda əyləşən Gəlay müəllimin igid bir oğlu. Bu da təbii ki, Ramin Bayramov. Bəli. Bu da deyim ki, gözəl bir ailənin gənc nümayəndəsidir və atasına layiqli bir övladdır. Yaradıcıdırlar. Bu, məsələn, musiqi sahəsində daha irəli gedibdir. Musiqi ilə məşğul insanların ruhu daha bambaşqa olur, bəli. O bizi işıqlandırır. Bütün Azərbaycanımızı işıqlandırır. Energetik. Energetik, bəli. Çox gözəl və təbii ki... Həmşəni də tanıyırsınız, dəfələrlə gördüm. O da bizim kürəkəndir. Çox ağıllı, müdürüş, ailə rəhbəridir və qohumdur. Lafəş, qohumunuz əbədi, mehriban olsun. Gələn müəllim, neçə kitab işıq görüb hal-hazırda? Demək yox, 5-ci kitabın. Yəni mən 6-cı kitab üzərində işləyirəm bu dəqiqə. Toplamışam xeyli. Yəni bir kitablı materialım var. Yəni enerji, həvəs bitmir. Yox. Ay maşallah. Artır. İlham pərləri gəlir. İstəyirəm ki, bu kitabın biri o birisindən yaxşı olsun. Bu nədən qaynaqlanır? Ailədən, təbiətdən, hər bir şeydən? Mən deyərəm ki, mənim ümumiyyətlə torpağa bağlılığımdandır. Vətənə, bağlı. Dövlətə. Həqiqi deyirəm, Allahın olsun. Vətənin içində ailə gedir, qohum gedir, dost gedir, hər şey gedir, cəmləşir. Hər şey onun içində gedir, bəli. Hər şey vətən torpağından başlayır. Torpağa bağlı böyümüşük. Bizim atamız, babamız əkinçi olubdur, maldar olubdur. Torpağa bağlı böyümüşük. Bağımız, bağçamız olub həmişə. O bağın, bu meyvələrdən, məsələn, o bəhrələnməklə bərabər onları ağaçlara qulluq eləməklə zövq almışıq. Təbii ki. Bizi yaşadan olubdur. Torpağı bu dəqiqə bağlıyıq. Mənim bu dəqiqə indi 78 yaşım var. Allah ömür versin. Amma deyərim 60 yaşında var. Maşallah. Ruhunuz ağlandı. Cavanlardan, oğlanlarımdan mən çox işləyirəm təsərrüfatda. Təsdiq edirəm. Budur sizi sağlam yaşadan, sağlam göstərən. Onsuz da dura bilmirəm. Təbii ki, ümumiyyətlə bir şey dedim. İnsan var ki, işləməklə yorulmur. İşlədikcə daha da elə bir zövq alır, daha da cavanlaşır, daha da belə deyək də ruhən belə enerji alır. Cəlal müəllim, bugün Ramin bəy dediniz musiqi ilə. Musiqi insanın ruhu qidasıdır. Musiqisiz yaşamaq qeyri-mümkündür. İdmansız da musiqi ilə belə deyək qidalanır. Hər bir məmur da, hala gəlsə elə musiqi, istə yollarda, avtomobildə, istə evdə musiqi insanın, bəli, çoxdur. Bugün Raminin duyğusu, Raminin zövqü, bugün Raminin həyata baxışı tamam fərqlidir. Çünki atası da fərqli bir insandır, sahib seçən bir insandır. Düzdür, qardaş? Elədir. Əvvəla çox sağ olun, yad eləyib gəlmişsiniz. Emin müəllim bizim köhnə dostumuzdur. Hörmətimiz var. Çox sağ olun, təşəkkür edirəm, xoş gəlmişsiniz. Bildiyimə görə sizin də bir mahnı var ki, o müəllim olaraq sən artıq o mahnını belə deyək təqdim etmisən. Düzdürmü? Var, bir neçə mahnılarım var. Mən hələ gənclikdən... Hatta bir şair olaraq şeirlər yazırsan da artıq o bəstəkar olaraq bir mahnılar təqdim edirsən. Bu da bir xidmət xalqa. O da mənim elə demək olar ki, gənclikdən içimdə olub həmişə musiqi. Lap uşaqlıqdan elə, hələ lap orta məktəbin aşağı siniflərindən elə musiqi ilə musiqi duyğum zəngin olub. Var, musiqi duyğusu olubdur. Bunu da böyütdük, düzdür. Bundan da böyük ola bilərdi, inkişaf eləyə bilərdi. Mühitə görə elə bu qədər oldu. İnşallah yazarsın. Elə ürəyimdə olan mahnılar var idi. Həmişə də elə istəyirdim ki, uşaqlıqdan istəyirdim ki, mən bəstəkar olum. Amma səviyyə bu şəraitdə oldu. Çünki buradan yuxarı çıxa bilmədim də. Amma içimdə bir şey yaşayıbdı. Ona görə də elə yaşadıram, yaradıram. Mahnılarım var, hazırlayıram elə. Samux mahnısı da var, klipini də çəkdik. Gəlay müəllim, bax sizə kitablar dediniz ki, altınız gəlir. Ay, Gəlay müəllimi sevənlər, fanatlar, qohumlar, diqqətli olun. Gözünüz bizdə olsun ki, Gəlay müəllim növbəti bir kitabından daha maraqlı kitabı siz icra edəsiniz, sizə təqdim olacaq. İlk Gəlay müəllim, kitabımız ilk hansı kitab olub? Bu olub Samux Şöylədir. Birinci olub. Bu olub. Birinci ilk kitab, bax ilk. İnsan daha da həvəsli olur, daha da həyəcanlı olur. Məhəbbətin göz yaşı.
Mən elə arzu edirəm ki, hər kəsin gözündən axan yaşlar sevgidən olsun. Nə bilim, bəli, yəni bu bilirsiz nə deyir? Kədərdən olmasın. Məhəbbətdən, sevgidən, xoşbəxtlikdən olsun. Və Gəlay müəllimin digər növbətli kitabları isə burada. Gəlay müəllim, bu da Azərbaycan hər ovucu bir vətəndir. Bəli. Azərbaycan xəritəsi. Bəli. Bu 3. Qədim Azərbaycan xəritəsi. Bu isə şəhid qanı. Şəhidlər ölməz, vətən bölünməz. Bəli, qanları ilə tarix yazan 44 günlük müharibədə bizim şəhidlərimiz, qazilərimiz, güclü ordumuz bütün dünyaya bəyan etdi. Ölkəmizin gücünü göstərdi, birliyini göstərdi. Bunun üçün elə mən bir daha elə xalqımız adından bütün şəhidlərimizə rəhmət diləyib, şəhid ailələrinə böyük səbir diləyirəm və qazilərimizə sağlam həyat arzulayıram. Var olsun vətən, var olsun güclü ordumuz. Və biz hər bir şəhidlərimizdən fəxr edirik. Azərbaycan ordusuna fəxr edirik və təbii ki, biz bir yerdə həmlə olub daha da güclüyük. Və inkişaf Azərbaycanda hər bir sahədə var, yüksək səviyyədə davam edir. Bugün də elə bir ziyalı, savadlı bir gözəl bir ailənin evində qonaq oldum ki, doğrudan mənim üçün çox xoş oldu. Köhnə dostları yenidən gördüm. Bu sənətdə deyirlər illərdir də, yəni səs ağartmışsınız. Düz ağarmayıb, amma söz gəlişi deyirik də. Bu Gəncə bazarda fəaliyyət göstərirsiniz, yoxsa ümumiyyətlə istək sifariş gələndə Bakı, bölgələr, bildiyimə görə yəni Respublikanın hər yerini əhatə edirsiniz. Bəli, Emin bəy, biz artıq 10 ili keçir Gəncə və Gəncəbasarda yox, ümumiyyətlə Azərbaycanın hər bir yerində biz xınayaqdı ilə şükür olsun Allaha hər bölgədə olmuşuq. Bəli, hər bölgədə. Deməli, Sumqayıt, Bakı, Qazaxın hər birində olmuşuq və Allahdan arzu edirəm ki, Allah həmişə xalqımızda gözəl günlər nəsib eləsin ki, biz də o günlərdə iştirak edək. Xına məclisi hər birimiz bilirik ki, bizim qədim adətimizdir, el adətimizdir və hətta deyil, məclis başlayanda ilk sözümüz o olur ki, xına xanım Fatimə Zəhra yadigarıdır. Xına cənnət nemətidir, xına ruzi bərəkət, xına sevgi saadət, xına pakılıq əlamətidir. Ona görə də qızlarımızın əlini Allahdan arz edirəm, hər bir ata ocağından əli xınalı köçsün. Bütün qızlara nəsib olsun, bütün valideynlər də evladını xoşbəxt görsün. Bizim də missiyamız gözəldir, hər bir evə ocağa lazım olaq, qismət olaq inşallah. Sevgi xanım tək xına yaxdı məclislərin apası deyil, eyni zamanda erişənlərin, dövlət ədiblərinin, düzdürmü? Həmkər sayılıq da yəni. Amma siz maşallah tam dildən əl kimi itirsiniz, danışığınız, nitqiniz və nitqiniz çox mükəmməldir. Yəni bazarlıq var da. Biri var insanın sonradan, biri var qanında, canında var. İndi amma sizin də yəni nəğməniz var da. Görürəm mən tədbirlərdə, xına yaxdı mənsəndə, yəni bəyimizə, gəlimizə siz əli boş getmirsiniz, hədiyyə edirsiniz. O hədiyyənizə nəğmə olur, gözəl bir nəğmə. İndi bu Eldar mahnında olasan, bu gözəl bir ailədə qonaq olasan, sülhülü yiyəsən, mahnı ifa etməyəsən, böyük bir qəbahətdir. Düzdür? Deməli, Emin bəy, mən elə bu kəndə gələndə, elə girişdə dedim ki, mən bir neçə il öncə elə bu kənddə gözəl bir xına yaxtıda olmuşuq. Burada bir saray var, o sarayda. Bir hardasa olar, təxminən 4-5 il öncə idi. Gözəl bir ailənin övladının xına məclisi idi. İnşallah dönə-dönə gələk bu ailələrdə, gözəl günlərə inşallah. Və mahnını da dediyiniz kimi düzdür, biraz utanıram deməyə, öz mahnımdır. Sözləri də özümə aiddir, musiqi özümə aiddir, aranjman da Anar Əskərova aiddir və mən bu mahnını özümdən sanki qızlara bir hədiyyə edirəm. Allah bütün analara nəsib etsin, elə bil anaların dilindən söylənən bir musiqidir. Maşallah, mənim bu gözəl
Samuklular, can Samuklular, sizlere kurban. Ay Samuklular, can Samuklular, ay Samuklular, sizlere can kurban. Ay Samuklular. Biz elə sizinlə bu həftəlik sağ olasaq. Özünüzdən müğayət olun. Allah amanında. Sağ olun, salamat qalın.